Ən ağıllı uşaqlar bu bürclər altında doğulur. Bəzən mən belə bürclərlə bağlı danışanda çoxları deyir, gəlin bürclərə inanmayaq. Nə bilim, Allah verən taleydir, Allah verən bəxtdir, Allah verən şansdır. Bir də deyir, Allah deyir ki, məndən bərəkət, səndən hərəkət. Bəzən bunları da deyirlər. İndi əslində bürclərlə bağlı, bürcləri müşahidə edəndə doğrudan da bəzən görürük ki, fikirlərimizdə yanlışıq. Bəzən də görürsən ki, o bürcün altında doğulanlar özlərini sübut etməyi bacarır və ona görə də o fikirlər, bürclərlə bağlı bizdə bir fikirlər yaranır. Bəli, bəzi astroloqlar da inanırlar ki, uşağın doğulduğu bürc onun ağlına, analiz qabiliyyətinə və öyrənmə sürətinə təsir edə bilər. Məhz bizim media xəbər verib, deyir ki, hər uşaq özünə məxsus dahiyana potensiala sahibdir, amma astroloji baxımdan ən ağıllı bürclər adətən belə sıralanır. Ən ağıllı bürclər, yəni uşaqlar bu bürclərin altında doğulub hansıdır? Dolça 20 yanvar 18 fevral yaradıcıdır, fərqli düşüncəyə malikdir. Qız bürcündə olanlar 23 avqust 22 sentyabr diqqətlidir, metodik düşüncələr malikdir, sürətli öyrənir, problemi dərhal həll edir. Əkizlər, yəni bu bürclərin adını çəkirəm, bunun altında doğulan uşaqlardan danışırıq ki, 21 may, 20 iyun çox sürətli düşünür və cavab verir. Həm şifahi, həm də yazılı ifadə qabiliyyəti yüksəkdir, maraqlı öyrənməyə açıq və çox sahəli bacarıqlıdırlar. Əqrəb 23 oktyabr, 21 noyabr dərin düşüncəli və sevgili olurlar. Psixoloji analizdə insan davranışlarını anlamakta güclüdürlər, hissiyatlıdırlar, zəkaları da böyükdür və Oğlaq bürcü altında doğulanlar, onlar da 22 dekabr, 19 yanvar, bunlar da yetkin, balaca uşaqların da çox yetkin və məsuliyyətlidir. Yəni balaca olmaq, davamlı və ağıllı çalışmaq onların güclü tərəfidir. Dolça, qız, əkizlər, əqrəb, oğlaq maraqlıdır, tərəzi yoxdur. Məsəl üçün, bu bürc altında doğulan uşaqlar çox ağıllı olur. Əslində sevgi, düzgün tərbiyə və maraq hər bir uşağın potensialını açır. Yenə də deyirəm, bəzən elə bürcü biz belə ona baxırıq, güclü, deyirik, bunların fikirləri dahiyanadır, ağıllıdır. Qabaq görəndə bir də görürsünüz, elə bir danışır, elə bir hərəkət edir, elə bir insanlara münasibət göstərir ki, və biz yanlış fikirləşdiyimizi həmən anlayırıq.